Jurnalist qızı, körpə qızı qolu qandallı gətirirlər məhkəməyə. Təsəvvür elə, bu jurnalistlərin hamısını qolu qandallı gətirirlər, qandallı otustururlar məhkəmə salonunda. Ancaq 25 nəfəri öldürməkdə şübhəli bilinən Vaqif Xaçaturyanı əli qandal vurmurlar əlinə. O bizim dustaqlardan şapalası kimi yaşayır. 3 nəfər erməni millətə gör nəyi itəliblər. Millətin düşüncəsinə bax. Bizdən 2 nəfər qaytarırlar. Yox, bizdən 25 nəfər qaytarırlar. Bizimkilərdən 2 nəfər alırlar. Deyirlər bizim o avam millət var, 80% gicdillar millət. 2 petuğu qaytarırlar, 2 petuğu qurmaları. Bizimkilər nə deyir? Hə, düzdür. Bizim 2 nəfər, onların 20 nəfərinə dəyər. Gicdillar, elə deyir o. Bir sənə ağzıma soxun, bundan qəbullansa qəbullanmasa 2 nəfər verirəm sənə cəmi. Razı sənin 25 nəfərə. Götür nədir razı olmasın. Onlardan danışın. Camahat, qardaş. Ev tikə bilmir, camahat. Maşın ala bilmir, pampers ala bilmir, camahat. Heç nə eləyə bilmirsiniz. Mən buna üzülürəm. Mənim yatsaydım, yuxumda ancaq görərdim ki, mən günü bugün üstadçıdan maşın sürərəm. Yatsaydım ancaq yuxuda görə bilərdim. Bax, real o gün göstərdim, story'da paylaşdım. 2011-ci ilin Santa Fe'si, 2011. 2900 dolara Amerikadadır. Avropada da yəqin o qiymətədir. Azərbaycanda eyni maşın, eyni il, eyni rənginə baxdım. 26.000 manat. Gecdirlər, 2011-ci ildə Lelinin maşını o yaşdadır. Sən 2011-ci ilin maşının 26. Sən 26.000 Azərbaycanda neçə ilə yığacaqsan 350 manat maaş almaqla? 100 ilə yığarsan, heç xuy qırağa pul ata bilərsənsə. Hansı götü və gülürsənsə? Bazardan 10 manata köynək alırsan kreditə, sevinə-sevinə reklam eləyirlər. Bəli, bizdə köynəklər 10 manata kreditlə tək şəxsən. Hələ utancı verici deyil bu ya. Amerikada desən ki, bizdə 10 manata köynək kreditlə satırlar. Deyir, sikim o idarəçiliyin için. 10 manata köynəyin işçi alarlar ha. Şişi şalvarın işçi alar. Əynindəki şalvarın işçi alarlar tumanı. Buna gül dala, gül indi buna. Get həmin salona, get həmin şeyə. Gidən, hələ mən qeyrətli oğlanam, kommentariyada gülən oğlanam. Ver mənə kreditə paltar. Soxum səni kişili vəkil paltarı kreditlə alırsan. Soxum sənin oğlanlıqdakı paltarı kreditlə alıb haqqımı tələb eləmirsən amma. İkizdirlər, haqqımı tələb elə gülmək yerinə. TikTok'a baxıram, hamısı gülür. Fake profillər, parmaqla əmələyənlər, hamı gülür. Nəyə gülürsünüz? Cibində pulun yoxdur, nəyə gülürsünüz? Hələ bir dənə gicdillağa baxıram orada. Ay sizin anavıza itəliyim. Mən əsəbdən partlayırdım xəstəxana içində. Biri orada yazıb, birinin pulu varsa buna jeton göndərsin. Anavız kim? Balasında pul yoxdur 3 manat. Başqasından istə fil atsın. Hələ yenə də xoşbəxtsən. Bax, başqasının götünü osturursan, yalvarırsan. Bir də fil atın da buna. Bacımın ürəncisi kimi öz pulun yoxdur 1 manat. Heç ama sözünü at. Deyim ki sən atdın, el yoxdur, kayfın yaşadın. Başqası atacaq deyə yalvarırlar orada. Kimdə jeton varsa buna osturaq oğlu osturaq. Qonşunun Wi-Fi ilə sən internete girirsən. Hansı götüzə gülürsünüz?